qaşı qara. Əzizim yanar dağa, o düşüb yanar dağa. O gözələ deyin ki, baxsın bu yanar dağa. Bəxtimi güldürəydin, əl yarı öldürəydin. Mən yarı Leyli Məcnun, aləmə bildirəydin. Ay getdi ildə gəldi, dövranım belə gəldi. Səndən cavab alınca, dağdaşda dilə gəldi. Ay oğlan çıraqlısan, əsri Qarabağlısan. Bir gözəl yar ucundan, sən də sinə dağlısan. Ay deyilən uduzam, gəlin deyilən qızam. Kənarda nə durmusan, gəl yaxına yalqızam. Qaşı saldaşlı dağlar, səndən kim açdı dağlar? Yattım yuxuya daldım, maralım qaçdı dağlar. Güllər açar deyərəm, ətir saçır deyərəm. Əgər səni qeyd olsan, məni qaçır deyərəm. Əzizim gülə düşər, gül deyil külə düşər. Qorxuram ki eşqimiz Məcnun kökünə düşər. Məlahət və qəşəm. Murad, buyurun, söz sizdədir. Ay yo yo, bax burada bizim aramızda iki Vaqif Qərayzadə tələbəsi var. İki Vaqif Qərayzadə yetirməsi var. Biri indi hələ danışa bilmir. Ay Murad, mənim planlarımı niyə Yo 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 kırdınız? yo. Mən onları sonra Babayevadan saxlamışdım. sonra mövzu Qərayzadədirsə bizimlə burada Zülfiyə Murad, xan Zülfiyə xan Babayeva. Babayevadan sonra siz danışa bilməyəcəksiniz. Sizi onu bir nida kimi sona saxlamışdım. Mən istəyirəm Zülfiyə xanım eşidim. Bu indi. Hər iki gəncimizi təbrik eləmək istəyirəm. Bax, deyirsiniz, ustadlar əyləşib də. Bizim də ustadımız olub. Mənim ustadım olub. Mən onun danışanda görə ayaq üstə durum. Vaqif Qərayzadə kimi ustadım olub. Məktəbim olub. Bugün Vaqif Qərayzadə neçə bugün parlayan, səhnədə öz sözünü deyən sənətçiləri yetişdirib. Mən buradan Vaqifə böyük sevgilərimi göndərirəm və alqışlarımı göndərirəm. Bizim uşaqlar öhdəsindən mahnının gəldi. Təşəkkür edirəm musiqiçilərimizə. Alqışlar sizə də gəlsin. Orient Express üçündür bu alqışlar. Anar Keterman və bütün musiqiçilərimiz. Bu mahnı artıq neçə yaşı var Murad bu mahnının? 89-90'da çıxan nəğmələrdən. 33, 34, Heç bəlkə də dünyaya gəlməmişlər və bu mahnının artıq neçə illərdir yaşamaq örüyor. Əhsən sənə, sən necə gözəl bu mahnını bu gənclərimizə verib və bugün yenə də bir daha yaşatdım mahnını. Gözəl seçimdir. Səni təbrik edirəm seçiminə görə. Sizə də uğurlar arzulayıram. Çox sağ olun Zülfiyə xanım. Murad, indi kimə söz verirsiniz? Eldara yoxsa özünüzə? Bizim bəzi tamaşaçılarımız, izləyicilərimiz ustadların düşdüyü durumu hiss eləməlidirlər və mən bunu mütləq söyləməliyəm. Demək, bəlli mərhələ bitəndən sonra hər birimiz 12 iştirakçı ilə evə dönürük də. Öz komandamızı yaratmışıq, 12 iştirakçıdan ibarətdir. Və bizə deyirlər ki, 12 iştirakçı ilə 6 duet yaradasan. Baxın, səslərin tonallıq fərqləri var, tərs fərqləri var, üslub fərqləri var, tembrlərin uyğunsuzluğu var və sən o 12 nəfəri seçərkən heç nəyəsə uyğunlaşdıra bilmirsən. Bu texniki məsələdir. Ona görə ən çətin məqam bilirsiniz nədir? Kimlə kimi oxudacam məsələsidir. Və əgər siz hansısa bir nömrədə kimisə, niyəsə uyğun görmürsünüzsə, siz başa düşün ki, bəzən ustadların komandasına baxdıqda seçim olmur. Seçim olmur ki, bu olmasın, bu olsun. Elə bir variantımız olmur. Əlimizdə hansı variant varsa, onun üzərindən biz duetlər yaratmaq məcburiyyətindəyik. Və bu çətin durumda mən hesab edirəm ki, həmkarlarımın hər üçü çox mükəmməl qərarlar verib.
Və qarşımda da tərzləri, üslubları bir-birini tamamlayan iki gənc görürəm. Qaldı ki, müqayisələr qaçılmazdır da. Biz indi bu dostlarımızı Alim Qasımovun ifasına müqayisə Bir etməliyiksə... dəfə çox üzr istəyirəm. Nailə Beydullayevanın Bəli. adını çəkməliyəm. Bəli, Mən bəli. bu mahnını bizim görkəmli xanəndəmiz, bizim əfsanəmiz Alim Qasımovla və hal-hazırda Amerikada yaşayan Nailə Beydullayeva ifa eləmişdi. Və Nailə xanım, misal üçün Nailə xanım bu nəğməni oxuyan insan mən bildiyimə görə bir sopranodur, bir klassik vokal ifaçısıdır. Tamamilə. Hə. Onu da Vagif oxutturmuşdu ya. Bəli, ona görə də biz eyni ifanın ətrini almağa köklənməməliyik. Biz məhz iki gəncin bir yarışmada ifasını düşünərək bu nömrəni qiymətləndirməliyik və iki gəncin bir yarışmada iştirakı kimi çox bəyəndim. Uğurlar sizə. Həm seçim, həm ifanı. Eldar, ifa səslənən kimi. Eldar mənə kömək elə. Necə kömək eləm, özüm də heç bilmirəm. Yəni, əgər sən yerində olsaydım, heç bilmirəm kimi seçərdin. Sadəcə demək istəyirəm ki, bu mahnı mənim ən çox sevdiyim şuh mahnılarımızdan biridir. Həqiqətən çox... Rəqsinizdən də hiss olunurdu elə geniş mahnı başlayan mahnıdır. Beynəlxalq mahnıdır. Siz hətta milli geyimdə olmayıb, müasir hansı bir xarici geyimdə olsaydınız, bu mahnını Yeri onda da gəlmişkən, daşıya bilərdiniz. Eldar, bu mahnı bir neçə müsabiqələrdə səslənib. Yəni bu, Olur, bu bu mahnı. duyulur, dərhal duyulur. Sizdə də bu çox gözəl alındı. Amma nəsə deməliyəm də, mən bir şey eləməliyəm. Ona görə də düşünürəm ki, siz, bəy... Qəşəm. Qəşəm. Siz elə biraz, elbə ki, çəkinirdiniz tamamilə ünsiyyətə girməyə və siz, Məlahət xanım, siz elə bil gözləyirdiniz öz partiyaların, öz hissələriniz gələndə ki, siz dərhal oxuyasınız, gözləyirdiniz bunu və bunu mən hiss eləyirdim. Amma bunun... Bu onların məşqdə də ən böyük problemləri idi. Amma Röya, mən sizə deyim ki, bunun ifanıza heç bir adiyyəti yoxdur. Möhtəşəmsiz, çox sağ olun. Röya, sən çox sağ ol. Mahnını ümumiyyətlə bilirdilər. Bax, bu mahnını sizə Röya xanım təqdim eləmişdən qabaq. Bu mahnını ümumiyyətlə eşitmişdiniz, bilirdiniz, tanıyırdınız, bilirdiniz də bu mahnını. Məlahət demir. Bəli, bəli. Bilirdiniz, hə. Zülfə xanım, ümumiyyətlə bu nəğmədən qorxmaq çox təbiidir ya. Nəğmənin çox ağırlığı Keçidləri var. var. Məncə qorxmadılar. Yox, qorxmaq təbiidir Yəni. yəni, təbiidir. Bu təbii bir hissdir. Amma eyni zamanda belə bir hiss yaşayıram ki, bu nəqarəti gələndə belə eləmək istəyirsən sən. Fa-la-la-la-la-la. Elbət ki, bir himdir. Bəli. Çox gözəldir. Əziz ustadlar, siz Röyəyə kifayət qədər vaxt qazandırdınız ki, o həm də bir daha götür-qoy eləsin, öz qərarını müəyyənləşdirsin. Amma birinci çıxış haqqında eşitmək istəyirik Röyə xanım fikirlərinizi. Mən mənim komandamı, hər ikisini təbrik edirəm. Yəni, oxumaqlarında elə bir qüsur görmədim. Bəlkə ona qarşı sevgimləndir onlara. Çünki sizə asan gəlməsin bu mahnı. Mahnı da təcrübə istəyir. Bəli, təcrübə istəyir. Amma ikisinin də təcrübəsi yoxdur. Çünki qızımın 19 yaşı var hələ təzə atılır. Baxmayaraq ki, Məlahətin bütün ailəsi musiqiçidir. Yəni, oxumağından da bəlli olur. Qəşəmdə ümumiyyətlə hələ indi nəsə formalaşır. Məşqlərdə də biraz əziyyətimiz oldu onlarla. Deyirdim ki, uşaqlar, yəni deyirəm, çox üzr istəyirəm. Siz 5 dəqiqəlik sevgili ola bilərsiniz mahnıda. Biz anar bütün musiqiçilər gülürdülər. Deyirdim, heç nə istəmirəm. 5 dəqiqə sevgili olun. Yəni, bir-birinizi haraylayın, çağırın. Yəni, sevgi dolu mahnıya yanaşın. Çünki səs, oxumaq, hər şey yerindədir. Siz yanın, bizi də yandırın da. Bəli. Və Enerjiləri beləliklə. eyni olduğuna görə bilmirəm. Doğrudan da indi hal-hazırda bilmirəm kim seçəcəyimi. mən sizə bir neçə saniyə Ona verirəm görə ki, heç nə siz deyə bilmirəm. onu konkretləşdirmək üçün Olar mən bir daha dostlarımla biraz fikirləşəsiz. Biraz söhbət eləyə bilərəm onlarla. Bax gör, gələn həftə misal üçün nə oxutmaq istəyirsən, onu kim oxuyacaq? Amma həqiqətən də burada Onda aydın fikirləş deyil. onu. Hərdən olur ki, dəqiq bilirsən, dərhal Bəli, bilirsən. burada Burada aydın aydın deyil. deyil. Misal üçün hansı ilə bağlı gələn həftə nə təklif edə bilərsən, ona odaqlan.
Kim daha çox sözümə baxırdı? Kim tez gəlirdi? Onu fikirləş. Mən bir Amma bu sözə kömək eləyir, mən həqiqətən. baxmıram ha sözümə baxanı. Mən əgər Hə? varsa qabında Düzdür, o o da var. istədiyimi verirsə, evə qoy sözümə baxmasın, amma oxusun, ifa eləsin. Mən bilmirəm Kiminlə siz işləmək nəyə rahatdır? görə Rahatdır, qərar kiminlə verəcəksiniz. işləmək, o da Ya, var. məni ikisi də Amma- incitməyib axı. Biri ilə daha rahat ola bilər də. Biri bəlkə daha tez götürür, daha tez anlayır, daha tez verir istədiyini. Potensial da. Müqayisədə. Bir də potensialı fikirləş. Yaxud gələn həftə gələn Əziz mərhələdə nə ustadlar, verəcəksən? Seçim vaxtıdır. Röya üçün. Buyurun Röya xanım. Yolunuza bu layihədə kimlə davam edirsiniz? Məlahətlə. Məlahət! Təbrik edirik sizi. Sağ olun, təşəkkür. Gedib görüşə bilərsiniz. Ay oğlan çırağınızda, əsri Qarabağ. Təbrik edirəm. Amma mən səndən daha çox performans gözləyirəm. Yaxşı qızım. Təbrik edirəm sizi. Görüşərik. Təbrik eləyirəm. Təbrik edir sizə. Təbrik edir. Kənarda nə darbasan, gəl yaxına yalqıza. Amma sizə qəşəm barədə bir söz deyim. Hətta bu proyektdən getsə belə, Vaqif Gərazadan yanına gedəcək. Muhtarım, çox sağ olun. Yəni onu tək Hələ qoymayacaq. tələsməyək. Hələ tələsməyək Yəni çünki deyirəm də. qarşıda Bəli. 10 saniyə həll edici bir vaxt var. Qəşəm görək ustadlar nə edir. Vaxt gedir. Ay, mən burada yoxam. Və təəssüf ki, o vaxt yenə də mənimlə bitdi. qalırsan. Yolun açıq olsun. Çox sağ ol. İşıqlı yolun olsun. Əzizim. Hamı kifayət qədər danışdı. Gəlin indi də sağ olun. danışmaq üçün sözü verək Qəşəmə. Buyurun. Görək o bizə nə deyir. Şablon olsa da deyəcəm, mənim üçün həqiqətən burada olmaq çox böyük şərəf idi. Sizin kimi ustadların qarşısında çıxış etmək həyat təcrübəm üçün çox böyük önəm daşıyırdı. Hər kəsə minnətdarlığımı bildirirəm və musiqidən dönməyəcəyimə də söz verirəm. Bravo! Biz də sənə təşəkkür edirik. Bu sözünüzün üzərində durun və uğurlarınızla bizi həmişə sevindirin Qəşəm. Çox təşəkkürlər sizə. Uğurlar olsun. Uğurlar. Yolun açıq olsun. Elə bir adamın balaları uğurlar, deyir. yolunuz açıq Gedinlər olsun. adam pis olur. Bu hələ harasıdır? Hayır, ya. Gələn Bu verilişlər. da ağlamalı verilişdir.